Son regionlarda səhiyyə sisteminin vəziyyəti ilə bağlı narazılıqlar artmaqdadır. Xüsusilə Şəki rayonundan səslənən iddialar diqqət çəkir. Kanal 21 bir xəbər mediaya istinadən bildirir ki, Şəki rayon mərkəzi xəstəxanasında vəziyyət ciddi narahatlıq doğurur. Sakinlərin sözlərinə görə səhiyyə ocağında rüşvət halları artıq dırnaqarası pandemiya səviyyəsinə çatıb. İddialara əsasən xəstəxanada bərbad idarəçilik, özbaşınalıq və xəstələrə etinadsız münasibət hökm sürür. Bildirilir ki, qapıdan daxil olan andan ən yuxarı mərtəbəyə qədər qeyri-rəsmi ödənişlər tələb olunur. Halbuki dövlət tibb müəssisələrində xidmətlər icbari tibbi sığorta çərçivəsində pulsuz olmalıdır. Sakinlər bu vəziyyətlə bağlı təbibin icraçı direktoru Anar Bayramov və müşahidə şurasının sədri Xalid Əhədova müraciət edərək xəstəxanaya təcili komissiya göndərilməsini xahiş ediblər. İddialarda xəstəxananın direktoru Məcid Əliyevin fəaliyyəti də tənqid olunur. Qeyd edilir ki, o müəssisədə qeyri-rəsmi qaydalar tətbiq edir və uzun illər ərzində böyük sərvət topladığı iddia olunur. Həmçinin onun əvvəlki fəaliyyət dövründə maliyyə pozuntuları ilə bağlı yoxlamalara cəlb olunduğu bildirilir. Bundan əlavə, bəzi həkimlərin əmək haqlarının pozulduğu, məhkəmə qərarlarının icra edilmədiyi də iddialar sırasındadır. Şəki sakinləri vəziyyətin dözülməz həddə çatdığını bildirərək aidiyyəti qurumlardan təxirə salınmaz tədbirlər görülməsini xahiş edirlər. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən iddialara görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.